Dostlar, bir gündə keçmədi. Nasosla Sumqayıt o ərazilərdə bu cür su bastığını oxu az paylaşıb. Mənə bir çox adamlar deyir ki, Nadim, sən niyə deyir, yaxşı şeyləri paylaşmırsan deyir. Və bu video ki paylaşdım. Əziz dostlarımız, çox 251 minə qan baxıb dünən. Və bu videoda mən dünən paylaşıb deyəndə ki, hələ bu sellər daha büyüyəcək, Nasosna, Xırdalan, Sumqayıt. Bugün Bakı yadındadırmı? 1, 3, 4 il, 5 il bundan əvvəl Bakı və Sumqayıt Azərbaycanda bir çox yerlər su altında qalacaq deyəndə bəzi insanlar biraz vaxt keçəndə mən proqnoz verəndə mənə smayliklər və ya yazırdılar ki, gülməli şeylər ki, və Bakı su altında qalacaqdı. Ha 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 ho ho ho. İndi həmən adamlar yəqin ki, zaman gəldi, keçdi, həmən o dönəm gəldi. Yəqin ki, onların içində baxanlar var, hansı ki, o inanmıram deyənlər, o mənə paxıllıq çəkənlər. Bugün hal-hazırda bütün efirlər nə paylaşır? Hər yer su basmaqdan, sellərdən. Son 50-100 ilin. Hər zaman olur sellər. Son bu 5 ildə olduğu qədər böyük sellər. Bu ilimin olduğu qədər sellər olmadı. Mənə çoxları deyir ki, Nadim Əlixanov, siz niyə biz bəd proqnozlar veririk? Çünki, baxın, siz bugünü görürsünüz və gördük hər şeyi paylaşırsınız. O zaman Allahın işidir deyə heç nə də paylaşma, heç kim də bu baş verənlərdən gileylənmə, qəbul elə, otur evində, su altında yaşa. Kiminsə kanalizasiyalı işləməməklə danışır, kimsə nə bilim hansısa bir şikayət edənlər, yol bağlayanlar, nə bilim nəsə insanlar görürük də sosial şəbəkələrdə hansısa qurumlarda kanalizasiya üçün günah axtaranlar, nə bilim nələr. O adamlara deyirəm ki, o zaman otur Allahın işi evdə, heç nə də çıxma. Evdə dağılsın, nə bilim malı mülkü də aparsın, danışmayın. Niyə danışırsınız? Axı o insanlar mənə gülənlərin içində bugün ziyan çəkənlər də var. Mən buna əminəm. Əziz dostlar, əgər siz mənə inansaydınız vaxtilə bugünün olacağı bir çox adamlar, hətta o kanalizasiyada da baxan qurumlar, bəlkə də böyük işlər görərdinizmi? Görərdiniz. İndi bu selləri görəndən sonra kanalizasiyaları daha böyütmək, daha böyük xətlər çəkmək edəcəksinizmi? Edəcəyiz. Vaxtilə mənə inansaydı, eləsəydi, bu cür hallar yaşayacaqdım, yox. Çayların qıraqlarında, çuxurlarda evlər tikib ziyan olanlar. Deyildi, nasılsından bəya bir video çıxdı qabağında. Deyir, nə bilim, əvvəllər deyir, burada çuxur olub, sonra bağlayıb ev tikib, nə bilim, nə. Falan atmıştı. Stefen durmaları iyiydi de. Hamısı söküp getirip birini oraya attık, birini oraya attık, bayanladı. Zamanında inersen de güdü satanlığı değil. Ya buna bak, buna bak. Assalam. Prezident. Aramsız yağan yağış Lükbatan qəsəbəsində də bir sıra problemlər yaradıb. Hazırda ərazidə vəziyyət necədir və hansı işlərin getdiyini əməkdə. Heç necə olacaq ki, bomba. İndi Əlixanov Nadim olaraq sizə deyirəm ki, son 50 ilin selləri gələcək deyəndə, mümkün olan qabaqcıl tədbirləri gör deyəndə, deyirdiniz. Nadimin işi proqnoz verməkdir. Olacaq olmuş şeyləri yox. Olacaq şeyləri deməkdir. Gəlqədə kimsə mümkün olan qabağı almaq yolları varsa alsın deyə. Bir çox adamlar bəlkə də evin çayın qırağında varsa damba tikə bilər. Bir çoxların çuxurlarda varsa qabaqdan hansı bir yol oradan qazıyıb açıb o çuxura evinə doğru su gələn yeri başqa tərəfə yönləndirə bilər. Bir çoxları mümkünsüz olan yerlərdə evləri varsa evləri köçürdə bilər. Əgər mənə inansa, oradakı mal mülkünü yığa bilər. Kəmə vaxtı ilə bu yağışları görənə qədər bunu edə bilərdi. Başına, malına. Yenə də deyirəm, hələ ki gec deyil. Kimlərin ki yenə də malına, mülkünə ziyan dəyməyib, əsasən də indən sonra, bax, Şəki, Şamaxı, Zaqatala bölgələri, hələ ki o tərəflərdə, indi növbəti böyük fəsadlar, ziyanlar o tərəfdir. Şəki və Şamaxı o bölgə.
Oradan başqa rayonlar bilmirəm hardadır. Orada da daha çox böyük sellərdən, sulardan ziyan olacaq. Sonra küləklərdən kimin damlarında deşiklikli, boş bağlayan yerlər var, onları da bərk etmək lazımdır. Külək apara biləcək yığdığı malları, mülkləri varsa harasa onları bərk etmək lazımdır. Çünki daha böyük qasırğa küləklər gələcək. İran savaş 3-cü Dünya Savaşı 3-cü üzr istəyirəm, Dünya Savaşı olacaq, onunla həmişə danışmışam. Bu dünya futbol turnuvası ki olacaq. Bunu hər dəfə deyirəm. Futbol üzrə dünya turnuvası başlayır. Hardasa bir 20-25 gündən sonra. O futbol üçün hal-hazırda İran gedən savaşı biraz sənginmiş, yəni ki, dondurulmuş halına gətiriblər. Və bu futbol turnuvası bitəndən sonra bir müddət indi dərhal futbol bitdi, savaş başlayanda insanlar anlayacaq axı futbol üçün saxlamışdı deyə. Bir müddətdən sonra yavaş-yavaş bu savaşı yenə alovlandıracaqlar. Hətta futbol turnuvasının gedən zamanında Amerikada da çoxlu böyük hadisələr yaradacaqlar və onu da İran üstünə atacaqlar və ondan qızışdıraraq təzə bu savaşı yenə gərginləşdirəcəklər. Bax, dediyi sözlərindən bir qulaq as. Dünya futbol turnuvasında elə bir qeyri-mücizəvi bəzi hadisələr, bunu da bilmirəm, terror yönlümü deyim, təxribatlar, bunlar da olacaq. Və bunların arxasında da İran savaşını daha da böyütməyin var. Provokasiyalar yaradacaq. Və sonra avqust ayından sonra bölgədə savaşlar daha çox qızışacaq. Tayvan üzərində mi deyim, nəsə, orada da savaşlar təzədən böyüyəcək. Sonra Hindistan, nə bilim, orada da savaşlar böyüyəcək. 3-cü Dünya Savaş qaçılmazdır. Və bölgə də İran üzərində olan bizim bu bölgədə qarışdıracaq. Radiasiyaya uyğun olaraq dönəm daha çox hər kəsin danışan bir zamana gələcək. Aslında bu var, bir çox adamlar bunu hiss edir, hava yaxşı olmadığını. Kim havanın aparatlarını yoxlayıb bizə göstərər ki, heç kim. Amma bu radiasiyadan insanların daha çox gərgin zamanı dönəmə gəlib çıxanda və o zaman gəlib çıxanda İnsanların çoxu artıq başa düşəcəklər ki, nəsə havada var, xəstəliklər daha çox baş alır və sonra nə dərmanlar, hansı dərmanlar istifadə edək deyə qaçacaq. İndidən o radiasiya olsa, radiasiya dönəmi olsa, yəni radiasiya odur ki, hər hansı atom bombanın partlanması deyil. Daha çox böyük silahların partlanması və ximikatların daha çox alovlu havaya ximikatlarını qarışdıraraq radiasiya yönlü, yəni bu cür izah edirəm də, xəstəliklər daha çox olacağını hiss edirəm və onun üçün də bilmirəm, bəzilər yod deyir, bəzilər hər nə deyir. Bu barədə də vaxtı ilə bəzi dərmanları alıb qoymasını təkrarən məsləhət verirəm. Çünki bu selləri, bunları görən adam onu da görər. Bir yaxın 3-4 il içində dünyanın fərqli-fərqli ölkələrində, bölgələrində zəlzələlər olacaq. O bölgələrdə zəlzələlər olanda bizim də politoloqlar, dünyanın hər yerində politoloqlar artıq hər şeyi unudacaq. Xəstəlik öz altdan işini görəcək, savaş gedəcək, heç də o ölümlər qəbul eləyəcək insanlar, o ölüm, savaş altında insanların bu dəqiqə görürsən, elə bil ki, ət maşını da atırlar Rusiyada da, əskərlər Ukraynada. Artıq insanlar dünyanın gözündən o bölgə yaddan çıxıb. Artıq o yerinizdə o otuzdurub, elə bir biznesdə otuzdurub yerində gedir öz axarına. Heç kim artıq ondan danışıb qabağa ala bilmir. Sonra bu İran da o hala gətirəcək. Dünya savaşı bu gərginləşdirəndən sonra bu hala artıq ölümlər davam edəndə. Sonra bunlar həm də təbii fəlakət, sellər, sular, küləklər, insanların mallarını ziyan vurmaq, dağıtmaq, bu. Bir də gələcək insanların daha çox ölümləri gətirib çıxardan zəlzələ dönəmi. O zəlzələ dönəmində artıq bu savaş, bu gərginliklər hər kəs unudacaq. Çünki o dərəcədə böyük zəlzələlər, yerindən deşiklər açılacaq, yer yerindən deyəcək ki, yer semtimdən çıxdı. Ya deyəcək yerinə nəsə gəlir, deyir, filan əvvəl belə şov quracaq. Güya yeriyə nəsə gəldi, düşdü, nəyə də yer hansısa bir planetdən toqquşdu. İndi o qədər də dərinliklərindən danışmaq faktlarla çətindir. Sonra yer yerindən çıxdı, semtimdən çıxdı deyərək yerindən deşiklər açılır. Bu kimi şovlar quraraq böyük zəlzələlər. Artıq zəlzələlər bütün ölkələr, dünyanın hər yerində yaşayaraq insanların yaşam tərzini
zəlzələlərdən daşan bir iflic halına gətirən bir dönəm gələcək. Deyirlər ki, bunları demə. Niyə?